Tbilisi şəhər məhkəməsində Gürcüstanda dövlət əleyhinə cinayətlərdə ittiham olunan sabiq prezident Mixail Saakashvili və daha 7 müxalifət liderinin işi üzrə ilkin dinləmə keçirilir. APA'nın yerli bürosu xəbər verir ki, Saakashvili iclasda iştirak edir. Prosesdə sübutlar nəzərdən keçirilir və işin baxılması üçün məhkəməyə göndərilməsi barədə qərarın qəbulu gözlənilir. İclasa ABŞ və Almaniyanın Gürcüstandakı səfirliklərinin nümayəndələri də qatılıblar. Xatırladaq ki, Gürcüstanın baş prokurorluğu Mixail Saakashvili, müxalifət liderləri Georgi Vaşadze, Nika Qıvramya, Nika Meliya, Zurab Japaridze, Elena Xoştarya, Mamuka Xazradze və Badri Japaridzeyə qarşı ötən ilin noyabr ayında cinayət işi açıb. Onlar Gürcüstanda konstitusiya quruluşunun zorakılıqla devrilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda dövlət əleyhinə diversiya, xarici dövlətin düşmənçilik fəaliyyətinə dəstək, dövlət əleyhinə fəaliyyətin maliyyələşdirilməsində ittiham edilirlər.